Moskvada Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüş keçirildi. Ümumdünya Azərbaycan Konqresinin mərkəzi ofisində baş tutan görüşdə Rusiya Federasiyasında fəaliyyət göstərən Azərbaycanlı yazarlar, Rusiya və Azərbaycan cəmiyyətinin mədəniyyət xadimləri iştirak etdilər. Tədbir açan Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev Anarı salamladıqdan sonra Azərbaycanlı yazarları ona təqdim etdi. Azərbaycan Yazıçılar Birliyinin Rusiya nümayəndəliyi Şəhriyar Ədəbi Mədəni Cəmiyyətinin üzvləri çətinliklər və problemlər barədə sədrə məlumat verdikdən sonra geniş tərkibdə müzakirələr aparıldı, suallar cavablandırıldı. Xalq yazıçısı Anar isə öz növbəsində Azərbaycan Yazıçılar Birliyinin Rusiya nümayəndəliyinin işini yüksək qiymətləndirdi və bundan sonra daha effektiv formada fəaliyyət göstərməyini arzuladı. Burada keçirilən görüşlər çox maraqlı oldu. Dünən Mərkəzi Ədəbiyyatçılar evində görüş oldu. Bizim Sübhün Səfiri filmindən parçalar göstərildi. Bugün məktəbdə Kərim Kərimov adına məktəbdə çox maraqlı görüş oldu. Və indi də bu konqresdə burada Azərbaycan ziyalıları ilə çox maraqlı bir görüş oldu. Mən çox məmnunam. Bizim Moskva filialımız Yazıçılar Birliyinin ən güclü filiallarından biridir. Mən arzulayıram ki, bundan sonra da orada işbirliyi, dostluq, səmimiyyət şəraitində bu filial öz işini davam etdirsin. Tədbir şeirlərlə davam etdirildi. Sonda Ümumrusiya Azərbaycan Konqresi adından xalq yazıçısına hədiyyələr təqdim olundu. Xatirə şəkli çəkdirildi.